Motorxanada vəziyyət genel yaxşı. Maşın aparmışdıq ustaya. Usta baxdı, sağ olsun usta bizə yaxınlaşdı. Yağ axmasının səbəbini dedi ki, bu filtrin üzərində olan rezinin çürüməsindən əmələ gəlir. Onu dəyişdi. Yəni bu çox mühümdür. Çünki o dəyişilməsəydi yağ sərfiyyatından öncə hər maaş gedir bu maşına. Yağ qayardı. Başqa da motorxanasında problem yoxdur. Yəni əsas oydu. Qiyməti də deyəcəm bu sizə başlayardım. Bunu da yəni özümüz yağlayacağıq. 5-10 manat qiyməti qoydum, yağları köklənib, söhbət olacaq. Gəlim qiymət məsələsinə. Usta sağ olsun, tanışın dostuydu deyəm. Yəni bizə çox böyük köməklik elədi. Qiymət cəhətdən, qiymət cəmi burada çıxdı bizdə 3000 zlot, bəli, 3000 zlot, təxmini 2500 manat. Bir müddət çox elədi, amma usta bizə burada belə bir jest elədi ki, yəni mən ona müraciət elədim ki, maşını təzə almışam, buna görə nə eləyə bilərik? Və yaxud da mən istəyirsə maşını saxlayayım, gələn maaş, gələrəmi düzəllərsə, o da deyir ki, yəni qiymətcə problem yoxdur, nəyin varınsa deyir, yoxdur, canını sağ olsun, çox sağ olsun, yəni usta orada bizə köməkli elədi, çünki bütün maaşım getmişdi maşın almağa. Dediyim kimi, əsas problemlər həll oldu, digər bir qismi isə yavaş-yavaş artıq həll edəcəyik. Bu videomuzda nə qədər özünə müğayət